Sinema Radyo. Əziz dinləyicilər, Dost Sinema rubrikasına keçid alırıq və bugün qonağımız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin Bədii Şurasının üzvü Vüsal Məmmədovdur. Vüsal bəy, xoş gəldiniz. Xoş gördük. Vüsal bəy, gəlin öncə Bədii Şura hansı missiyanı yerinə yetirir, oradan başlayaq. Bədii Şuranın missiyası da və buna uyğun olaraq işi də çox genişdir. Layihələrin qəbulundan, daha da qəbulunu yox, qiymətləndirilməsindən tutmuş, sonra onun icrasına nəzarət bədii tərəfinə təbii ki, layihələrin inzibati, maliyyə tərəfi ilə digər şöbələr, kino istehsalı şöbəsi məşğuldur. Bədii Şura onun bədii baxımdan prosesin inkişafına nəzarət və sonda hazır işin qiymətləndirilməsi, təhvil alınması, bunların hamısı Bədii Şuranın öhdəliyində olan işlərdir. İş çoxdur, onu deyim. Amma çalışırıq ki, bu etimadın öhdəsindən gələk. Bilirik ki, il ərzində müsabiqələr elan edilir. Gəlin elə o barədə biraz açıqlama verək. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Kino Agentliyi il ərzində 4 müsabiqə keçirdir. Bu il əslində 5 oldu, çünki Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş filmlər müsabiqəsi də var idi. Amma bu müntəzəm layihələr qrupuna daxil deyil, belə deyək, xüsusi müsabiqə idi. İlin əvvəlində post-production layihələri müsabiqəsi elan olunur. Sonra hazırda da davam eləyən birgə istehsal layihələri bu il ərzində davam eləyir. Sonra film layihələrinə dövlət dəstəyi, nəhayət dövlət sifarişi ilə filmlərin istehsalı layihələrinin müsabiqəsi elan olundu. Bu da payız aylarında olacaq və ilin sonunda artıq yekunlaşır. 4 layihənin hər biri, yəni göründüyü kimi il ərzində iş çox olur. Qiymətləndirmə baxımından da, layihələrin qəbulu baxımından da hər birinin özünün xüsusiyyətləri var və özünün xüsusiyyətlərinə uyğun olaraq da onun təşkilat məntiqi, eləcə də layihələrə qoyulan qiymətləndirmə meyarları var. Bunların hər biri layihənin xarakterinə uyğun olaraq dəyişir. Hazırda gedən birgə istehsal layihələri adından da göründüyü kimi Azərbaycan kinematografçıları ilə qonşu dövlətlərin birgə istehsalı kimi nəzərdə tutulmuş layihələrin müsabiqəsidir. Qonşu dövlətlər deyəndə layihənin reqlamentinə görə Türkiyə, Gürcüstan qonşu dövlətlərdən və Mərkəzi Asiyanın türk ölkələrindən Türkmənistan, Qazaxıstan, Qırğızıstan, bu ölkələr, Özbəkistan, bu ölkələrdən olan layihələr iştirak edə bilərlər. Əsas şərt odur ki, yarısını layihəyə tələb olunan maliyyənin yarısını həmin ölkənin prodüserləri təqdim edirlər. Arka digər yarısını, amma 500.000 manatdan çox olmamaq şərti ilə ödəyir. Və bu layihənin əsas məqsədi nədir? Azərbaycan kinematografçılarının, bu sahədə çalışanların, qonşu ölkələrin müvafiq sahəsində fəaliyyət göstərən prodüserlərlə, digər kino xadimləri ilə münasibətlərini sıxlaşdırmaq, təcrübə mübadiləsi, ümumiyyətlə kinonun kontentinə yenilik gətirmək. Çünki layihənin reqlamentində qiymətləndirmə meyarları da göstərilib. Ora baxsaq, meyarlar hansı layihələrə üstünlük verilir? Azərbaycanla adını çəkdiyimiz dövlətlərin ortaq tarixi şəxsiyyətləri, uşaq filmləri, bizim ortaq dəyərlərimiz, bunları təbliğ edən layihələrə əlavə qiymətləndirmə balları, yəni meyar olaraq nəzərdə tutulub. Bu da həmçinin bizim türk dövlətləri ilə hazırda Azərbaycanın əsas belə deyək, geosiyasi prioritetlərindən olan türk dövlətləri ilə münasibətləri sıxlaşdırmaq kursunun mədəniyyət müstəvisindəki vektorudur, belə adlandıra bilərik. Yəni siyasi münasibətlərdə inkişaf eləyir, iqtisadi münasibətlərdə, mədəniyyət eyni zamanda konkret olaraq kino münasibətlərdə bu istiqamətdə iştirak eləyir. Bu da məqsədlərdən daha biridir. Bəs mövzu baxımından götürsək, nə kimi irəliləyişlər var? Arkanın keçirdiyi müsabiqələrdə, reqlamentdə mövzular adətən göstərilir ki, hansı mövzulara üstünlük verilir. Bu da təbiidir. Əgər dövlət vəsaiti ayrılsa, təbii ki, dövlətin siyasətinə, söhbət daha çox mədəni siyasətinə desək düzgün olar, uyğun gələn layihələrin
üstün tutulmasının təbiidir. Bu belə də olmalıdır və bu mövzular adətən reqlamentlərdə açıq şəkildə göstərilir. Bədii Şura və yaxud digər seçim komissiyası layihələri qiymətləndirəndə də həmin mövzuları əsas götürür. Burada məsələn layihənin milli mənəvi dəyərlərə uyğunluğu, 44 günlük vətən müharibəsi, Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliği, uşaq filmləri bu xüsusilə vacibdir. Bu kimi layihələr, ailə dəyərlərinin qorunması, ailə institutunun möhkəmləndirilməsi istiqamətindəki layihələr, yəni bunların hamısı Arkanın saytında yerləşdirilən reqlamentlərdə tapıb oxumaq mümkündür. Hamısı göstərilib. Bax, bu cürə layihələrə üstünlük verilir, amma bunlar əsas mövzu istiqamətləridir. Bu mövzuların çərçivəsində ssenari müəllifləri kifayət qədər maraqlı süjetlər qura bilərlər. Deyək ki, ailə dəyərlərinin qorunması olsun, yoxsa və yaxud 44 günlük vətən müharibəsi olsun, istənilən bir vətənpərvərlik mövzusu, Azərbaycan tarixi olsun, həddindən artıq zəngin materiallar var və maraqlı süjetlər də qurmaq olar. Amma nə dərəcədə ssenaristlər bu işin öhdəsindən gəlirlər, o artıq bir qədər başqa sualdır. Bəs birgə istehsal dediniz. Məsələn, başqa ölkələrin belə deyək də mövzuları baxımından biz nə dərəcədə fərqlənirik? Necə müşahidə etmisiniz? Nələri müşahidə etmisiniz? Birgə istehsal layihəsi ilk dəfə bu ildən elan olunub. Yəni bu bir növ yeni bir təcrübədir. Yəqin ki, davamlı olacaq artıq və il boyu layihələrin qəbulu davam edəcək, bayaq da dediyim kimi. Ona görə birinci dəfə bu il olduğu üçün hələ ki sizin dediyiniz müqayisəni aparmaq bir qədər çətindir. Yəqin ki, ilin sonunda bu suala daha ətraflı cavab vermək olacaq. Çünki hələ ki layihələrin qəbulu prosesi gedir və biz onlarla tanış ola bilməmişik. Aydındır. Müsabiqələrdə iştirak edən şirkətlərin portfoliosu baxımından necə qiymətləndirirsiniz onları? İşin ən çətin tərəfi, mən qiymətləndirmə işini nəzərdə tuturam. Hansısa gözəl bir layihəni, yəni sinopsis kimi, tagline kimi gözəl görünən bir layihəni reallaşdırılma potensialını qiymətləndirilməkdir. Bu çox çətin işdir. Çünki sinopsisdə, ssenaridə, kağız üzərində hər şey çox gözəl, maraqlı, cazibəli görünə bilər. Amma başqa sualdır ki, bu ekranda nə qədər maraqlı, nə görünəcək, nə qədər alınacaq bu ssenari. Bunun üçün artıq şirkətin portfoliosu ilə tanış olmaq lazımdır. Biz qiymətləndirərkən layihəni bunun üzərində ayrıca işləyirik və bu hətta ssenarini qiymətləndirməkdən daha vacib, eyni zamanda daha məsul və daha çətin bir prosesdir. Çünki bu ideyanı bu şirkət nə dərəcədə yerinə yetirə biləcək sualı da cavablandırılmalıdır. Konkret hansı rejissorla işləyəcək, quruluşçu operator kim olacaq? Bəzi filmlərdə quruluşçu rəssamın, deyək ki, bu əgər tarixi filmdirsə, quruluşçu rəssamın kimliyi önə çıxır, bəstəkarın kimliyi önə çıxır. Bütün bunların hamısı filmin layihəsinin qiymətləndirilməsində öz təsirini göstərir. Bu mənada bəli, şirkətlərin portfoliosu olduqca vacibdir. Hələ də axsadığımız məqamlardan gəlin danışaq. Məsələn, dramaturgiyada. Ən axsadığımız məqamlardan biridir dramaturgiya. Əslində belə olmalı deyil nəyə görəsə. Çünki film ssenarisi bu artıq bir elmdir. Bu yaradıcılıqdan daha çox elmdir. Və xaricdə ssenarini araşdıran, ssenari haqqında kitablar yazan, təlimatlar yazan müəlliflər az qala bunu ən xırda hissələrinə qədər dəqiqləşdiriblər ki, məsələn, ilk 5 dəqiqədə nə olmalıdır, ilk 15 dəqiqədə nə baş verməlidir, 30-cu dəqiqə ətrafında deyək ki, hadisələrin inkişafı hansı nöqtədə olmalıdır, 45-ci dəqiqədə nə olmalıdır? Yəni bu qədər xırdalıqlara qədər qəhrəmanın inkişafı necə getməlidir, sxem necə qurulmalıdır? Hər şey yazılıb, qoyulub. Amma nəyə görəsə bizim ssenari müəllifləri hələ də bu məsələdə axsayırlar, belə deyək. Bəlkə ona görə ki, çoxu təcrübəsizdir, gənclərdir. Bu müəyyən mənada yaxşıdır. Onlar bir neçə layihədən sonra öyrənəcəklər. Və Bədii Şurada olan təcrübəli kino xadimləri həmişə öz iradlarını, öz qeydlərini deyir. Onlara məsələn hansı müəllifləri oxumaq lazımdır, onu göstərir. Qısa təlimatlarla tanış edir ki, ssenari yazarkən nələri nəzərə almaq lazımdır ki, film darıxdırıcı olmasın, film maraqlı olsun, heç yerdə baxan yorulmasın. Yəni film dediyiniz şey ssenarinin üzərində bərqərardır. Qalan işlərin demək olar ki, biz hamısını
müəyyən qədər öyrənmişik. Rejissorlarımız da maraqlıdır, aktyorlarımızda da inkişaf var, operatorlarımız da kifayət qədər maraqlı həllər tapmağı öyrəniblər. Sadəcə ssenari və ssenari bunu mümkün qədər inkişaf elətdirmək lazımdır və mənə qəribə gələn odur ki, işin ən az resurs tələb eləyən tərəfi əslində budur. Deyək ki, çox yaxşı bir animasiya üçün böyük məbləğlər tələb oluna bilər. Çox keyfiyyətli görüntülər üçün həddindən artıq yaxşı dekorasiyalar, kompüter qrafikaları, geyimlər, yəni pul tələb oluna bilər, amma hekayəni yazmaq üçün pul tələb olunmur. Sadəcə yaxşı beyin lazımdır. Yəni ən az resurs tələb eləyən sahədə, amma biz hələ də ən çox bu sahədə axsayırıqsa, buradan bir qədər sual çıxır. O sualın da cavabı odur ki, ssenari müəlliflərimiz öz üzərlərində daha çox işləməlidirlər. O yəqin ki, uşaqlıqdan inkişaf eləməlidir. Bu sahəni sevmək və kinoya baxanda mütləq, yəni onu biz kino kimi görürük. Biz yaxşı kino odur ki, sən onun ssenarisini hiss eləmirsən. Bilmirsən ki, bunun arxasında nə var. O haqqda düşünməyə vaxtın olmur. Ona görə ssenaristin işi yaxşı kinoda görünmür. Pis kinoda bilirsən ki, bu pis filmdirsə, darıxdınsa bilirsən ki, bu ssenaristin problemidir, amma yaxşı filmdirsə orada ssenaristin xidməti hiss olunmur və biz kinoya, bizim müəlliflər o cümlədən, elə hamımız kinoya baxarkən onun ssenarisini düşünmürük. Heç kim baxdığı kinonun ssenarisini oxumur. Amma əgər kimsə gələcəkdə ssenari yazmaqla məşğul olmaq istəyirsə, mütləq ssenarini götürüb oxumalıdır. Kinoya baxmaqla onu qiymətləndirmək alınmır. Ssenarini oxumaq lazımdır. Məsələn, mənim özümdə evdəki kompüterimin sərt diskində yalan olmasın bir 5000-ə yaxın xarici filmin ssenarisi var. Mən boş vaxtlarımda onları oxuyuram həmişə. Boş vaxtımda yox, elə əsas iş vaxtında da oxuyuram. Amma gəlin razılaşaq ki, yaxşı və ya belə deyək, pis ssenari də olsa, dünya təcrübəsinə nəzər salsaq, rejissorlar sanki istəyirlər məşhur aktyorları yığaraq onu daha maraqlı etsinlər. Bu barədə nə düşünürsünüz? Aktyorlardan çox şey mi asılıdır? Aktyordan əlbəttə ki, çox şey asılıdır. Əgər rejissor rəssamdırsa, aktyorlar onun əlindəki rənglərdir. Rejissor öz əsərini bu canlı rəngi olan aktyorlarla çəkir. Mən niyə bu sualı verdim? Üzr istəyirəm, sözünüzü kəsirəm. Yaxşı ssenari ola bilər, amma aktyor onu çox bərbad ekrana daşıya bilər. O baxımından bunu düşündüm. Mən sizə deyim ki, bizdə yaxşı aktyorlar yetişir. Gənclərin arasında da var. Zaten yetişmiş artıq yetkin aktyorlar da var yaşlı nəsildən. Orta nəsildə də çox yaxşı aktyorlar var. Mən Azərbaycan kinosunda aktyor probleminin olduğunu heç hiss eləmirəm. Düzdür, bəzən hallarda baxırsan ki, aktyorun oyununda açıq-aşkar falş var. Bu gözdən qaçmır. Görün, bəzi hallarda olur. Xüsusilə də məsələn biz bədii şurada çox diqqətlə baxanda, tənqid eləmək məqsədi ilə, kritik nəzərlə baxanda onu hiss eləyirik ki, burada aktyor müəyyən qədər falş verir. Amma kinomuzun problemləri demək olar ki, aktyor sarıdan çıxmır. Əsasən o sahə bizdə yaxşı inkişaf eləmiş sahələrdən biridir. Hər halda görünür insanımızın aktyorluq istedadı qanında var və bu istiqamətdən çətinlik çəkmirik. Amma mən axsadığımız məqamlardan soruşdum. İstəyərdim o pərdə arxası danışdığımız məsələləri efirdə də danışaq. Çünki əslində vacib məqamlara toxunmuşdunuz. Festivallar və ora təqdim olunan filmlər. Bu barədə istərdim dinləyicilərimizə biraz danışasınız. Bu barədə məni narahat eləyən əsas məqamlardan biri odur ki, rejissorlarımız çox vaxt özünü təsdiqləməyin yolu kimi xarici festivallarda iştirakı görürlər. Və yerli tamaşaçının marağı, təqdiri, alqışı onları o qədər də qayğılandırmır. Mənə görə bu yaxşı hal deyil. Əlbəttə, festivallara getmək, iştirak eləmək, orada yeni tanışlıqlar qazanmaq, dünya kinosu ilə təmasları genişləndirmək, Azərbaycan kinosunun beynəlxalq arenaya çıxış kanallarını artırmaq baxımından vacibdir. Yəni, Azərbaycan dövləti festivallarda iştirak eləməlidir, eləyir də, bu genişlənəcək də. Amma rejissor üçün əsas məqsəd bu olmalı deyil ki, mən hansısa festivalın proqramına düşüm. Hətta qalib gəlim də yox, proqramına düşüm. Əgər film yaxşıdırsa, doğrudan yerli tamaşaçı bunu bəyənirsə, lazımlı bir problemi, lazımlı bir bucaqdan işıqlandırıbsa və həm də bu zaman gedib festivalda iştirak eləyibsə, çox gözəl, nə yaxşı, ancaq alqışlaya bilərik. Yox, əgər film əvvəlcədən sadəcə festivala görə çəkilibsə, festivalın proqramı nəzərdə tutularaq ssenarisi yazılıbsa, ümumiyyətlə filmin mayası festival təndirinə
təndirinə də bişirilmək üçün yoğrulubsa, bu yaxşı hal deyil. Çünki Azərbaycan tamaşaçısı bizdən soruşur ki, nəyə baxaq? Son illərdə baxılası nə film çəkilib? Və biz ona deyə bilmirik ki, filan filmimiz məsələn Venesiya festivalının proqramında nümayiş olunmuşdu və yaxud filan filmimiz X festivalında, Tokyo festivalının nümayiş cədvəlinə salınmışdı. O necə yox, mən nəyə baxım? Mənə bir maraqlı, belə ürəyimə toxunacaq bir film göstər, ona baxım. Bax, əsas məqsəd tamaşaçının, Azərbaycan tamaşaçısının bu ehtiyacını, mədəni tələbatını təmin eləmək olmalıdır. Bundan sonra demirəm, amma bununla yanaşı da xarici festivallarda iştirakı ikinci dərəcəli prioritet kimi götürmək olar. Amma Azərbaycan tamaşaçısının mədəni və intellektual inkişafı birinci prioritet olmalıdır. Bu baxımdan yaxşı olar ki, rejissorlarımız öz yaradıcılıq planlarını əvvəlcə bu istiqamətdən. Yəni bəli, festival yaxşıdır, festivala getmək lazımdır, amma Azərbaycan tamaşaçısının təqdiri və alqışı ən birinci meyar olmalıdır, qiymətləndirmə meyarı. Vüsal bəy, sizcə tamaşaçının istədiyini ekranda göstərmək lazımdır, yoxsa nəyisə təbliğ etmək üçün çəkdiyimizi ona təqdim etməliyik? Bilirsizmi, tamaşaçının nə istədiyini kino əksər hallarda kino yaradan şəxslər, kino sənayesi bilmir. Əksər hallarda bu bir marketinq məsələsidir. Sən böyük şirkətlər, söhbət kino şirkətindən getmir, ümumiyyətlə istehsalatçı şirkətlər, deyək ki, şampun şirkəti. Marketinq tədqiqatı apar ki, istifadəçiyə, istehlakçıya necə bir şampun lazımdır. Məsələn, misal üçün ağlıma bu gəldi, bunu deyirəm. Necə bir saqqız lazımdır? Hansı dadda saqqız? Öz şirinliyini, dadını nə qədər müddət saxlamalıdır? Neçə dəqiqədən sonra saqqız aktuallığını itirməlidir? Məsələn, bu cürə suallar, misal üçün deyirəm. Belə araşdırmaların əsasında ortaya ideal məhsul çıxarırlar. Tam müştərinin istədiyi, istehlakçının istədiyi məhsul çıxarırlar. Bu şəkildə araşdırmalar xaricdə bəzi kino şirkətləri, böyük istehsalçı kino şirkətləri tərəfindən aparılır, amma çox vaxt filmin uğuru gözlənilməz olur. Çünki bilmir, tamaşaçı özü də bilmir nə olsa baxardı. Məsələn, bu dəqiqə kimsə məndən və yaxud sizdən soruşsa ki, nəyə baxmaq istəyərdin? Biz çətin cavab verə bilərik. Amma olur ki, bir film heç gözləmədiyin halda baxırsan və gözlənilməzdir bu mövzu, sənin diqqətini çəkirsən, ayda nə gözəl filmdir, mən niyə indiyə qədər belə bir film görməmişdim. Bu mənada film çoxlu eksperimentlər aparılmalıdır. Yəni film kino sənayesində eksperimentlər həmişə olmalıdır və burada səhvlər və sınaqlar yolu ilə gəlib optimal reseptləri tapmaq lazımdır. Bunu tam marketinq araşdırmasına da çevirmək olmaz. Bəzən görürsən ki, heç gözlənilmədiyi halda bir film partlayır. Deməli ki, tamaşaçı bunu istəyirmiş və bunu heç kim gözləmirdi. Tamaşaçı da gözləmirdi, ssenari müəllifi də gözləmirdi, rejissor da gözləmirdi. Bax, bu baxımdan bazarı izləmək lazımdır. Kino bazarının yaranması prosesi bizdə dərinləşməlidir. Hazırda Azərbaycanda təəssüf ki, ciddi bir kino bazarı yoxdur. İnsanlarımız ümumiyyətlə kinoya pul vermək, bilet alıb kinoya baxmaq istəmirlər. Çox vaxt insana kiməsə deyəndə ki, filan rejissorun filan əsəri maraqlıdır, bax deyir ki, linkini at. Yəni hələ də bilmirlər ki, hər şeyi linklə baxmaq olmaz. Bax, bu məsələlər hamısı həllini tapmalıdır. Bəzən nə yadıma düşür? Əvvəl çox ciddi senzura var idi və hətta çox gözəl hansısa səhnələr filmdən çıxarılırdı. O cümlədən də hansısa sözlər. Sizcə bu lazımdırmı? Niyə soruşuram? Az öncə verdiyim suala əsaslanaraq soruşuram. Çünki bəzən tamaşaçının istədiyini yox, müəyyən çərçivədə nəyisə göstərmək və insanın şuur altına yeritmək məqsədi ilə bir çox filmlər, hətta indiyə qədər baxdığımız Sovet filmləri də var. Bizim öz filmlərimiz var. Elə Ögey Ana olsun, Yeddi oğul istərəm olsun və s. Siz nə düşünürsünüz bu barədə? Senzura, çərçivə lazımdır yoxsa yox? Məncə bir mənalı lazımdır, amma Sovet vaxtı daha çox siyasi senzura idi və sosialist cəmiyyətindən dırnaq arasında dırnaq arasında cazibəli göstərməyən sosialist cəmiyyətin eybəcərliklərini göstərən səhnələr, filmlər ekrandan çıxarılırdı. İndi senzura tamam başqa xarakterlidir. Bu senzura deyil, daha dəqiq. Bu məsələn nalayiq ifadələrin və yaxud Azərbaycanın milli dəyərləri ilə, ailə dəyərləri ilə uyğun gəlməyən situasiyaların
tamaşaçıya göstərilməməsi istiqamətində ola bilər. Bəli, Bədii Şurada belə hallarla biz rastlaşırıq. Çox vaxt etiraz eləyirik ki, bu çıxarılmalıdır, belə olmaz. Və yaxud deyək ki, əsgər ailələri ilə bağlı məsələlər, Vətən müharibəsinin iştirakçıları ilə bağlı bunu biz hansı tərəfdən göstəririk? Elə ssenarilər, elə absurd ssenarilər gəlir ki, baxırsan ki, yox, tutaq ki, Azərbaycan əsgərini bu şəkildə, bu rakursdan göstərmək olmaz. Belə hallar var, olur və yəqin ki, onların qarşısı alınmalıdır. Çünki qorunmalı olan dəyərlər var və əgər hansısa layihə dövlətin vəsaiti ilə ərsəyə gəlirsə, o dəyərlər orada mütləq qorunmalıdır. Bu mənada bəli, məsələn mən yadıma nə düşdü məni gülmək tutdu. Hərdən fikirləşirəm ki, tutaq ki, kriminal qiraət filmi şedevrdir bir mənalı, amma o gəlib bizim Bədii Şuraya düşsəydi, biz onu buraxardıq ki, buraxardığımı yəqin ki, buraxmazdıq. Çünki o cür filmlər Bədii Şuralardan keçməli deyillər. Bunu artıq prodüser özünün şəxsi vəsaiti hesabına risk eləyib çəkməlidir və qazancını götürməlidir. Prodüser demişkən, sizcə ölkəmizdə prodüser institutu formalaşıbmı? Bu proses gedir. Azərbaycan kinosu bu sistemə təzəlicə bir neçə ildir ki, keçir prodüser sisteminə. Bu effektiv sistemdir. Mən bu işin içində olan adam kimi deyə bilərəm və onun effektini biz yaxın bir neçə ildə daha dərindən görəcəyik. Amma proses hələ də gedir. Azərbaycanlı prodüser hələ də puxtələşmə prosesindədir, dövründədir. Bu müsabiqələrin təsiri var. Müsabiqələrin çox böyük təsiri var. Onlar maliyyə vəsaitləri ilə işləməyi, filmin sənədlərini deyək ki, düzgün hazırlamağı, düzgün əlaqələr qurmağı, əvvəlcədən bazarı araşdırmağı, xarici əlaqələr yaratmağı, festivallarla münasibətlərini qurmağı, kinoteatrlar şəbəkəsi ilə münasibətlərini qurmağı, bütün bunların hamısının prosesin, istehsalat prosesinin tərkib hissəsi olduğunu başa düşürlər və buna uyğunlaşırlar, nəticədə də inkişaf edirlər. Kinonun əsas tərəflərindən biri də maddi tərəfdir. Bax, dəstək məsələsindən gəlin danışaq. Bu proses necə baş verir? Kinolara dəstək, layihələrə dəstək. Şirkətlər və yaxud prodüserlər öz layihələrini arkaya təqdim eləyəndə maliyyələşmək üçün maliyyəni də göstərirlər orada. Əsaslandırılmış bir məbləğ göstərməlidirlər. Tam metrajlı bədii film üçün ayrı limitlər var, qısa metrajlı filmlər üçün ayrı limitlər var, sənədli və bədii sənədli filmlər üçün fərqli, animasiya layihələri üçün də ayrı, yəni limitlər fərqlənir. Hansı janrda, formatda işləməyindən asılı olaraq şirkətlər maliyyə məbləğini göstərirlər və təbii ki, bu əsaslanma olmalıdır. Sonra hər bir addımda onlardan göstərilən maliyyənin necə xərcləndiyinin sənədləri də təbii ki, istənilir və istənilməlidir də. Əlbəttə, bu getdikcə bu proses bir qədər daha da optimallaşır. Çünki biz də bu çərçivələrlə, o cümlədən maliyyə çərçivələri ilə işləməyi öyrənirik və daha yaxşı bir cəhət odur ki, maliyyənin effektiv istifadəsi vərdişləri yaranır prodüserlərdə. Deyək ki, post-production var, pre-production var və production'ın özünü, birbaşa çəkiliş günlərinin sayını azaltmaq və daha optimallaşdırmaq. Nəzərə alsaq ki, hər gün xərcdir və prodüser biləndə ki, onun xərcləri bir çərçivə daxilindədir, artıq o istehsalat günlərini də optimal şəkildə tutmağa çalışır. İşini elə proqnozlaşdırmağa, tərtib eləməyə çalışır ki, həmin çərçivəyə sığsın, maliyyə çərçivəsinə sığsın. Amma indiki vəziyyətdə bütün hallarda mən düşünürəm ki, arkanın ayırdığı məbləğ o təqdim olunan layihələrin ərsəyə gəlməsinə adekvat olur. Yəni keyfiyyətli filmin çəkilməsi üçün bəs eləyər Azərbaycan reallığında. Vüsal müəllim, Azərbaycan tamaşaçısını əcnəbi ekranın qarşısından milli ekranımıza gətirmək üçün nə lazımdır? Bu mənə görə hazırda Azərbaycan kinosunun qarşısında duran əsas və ən böyük problemlərdən biridir. Hələ biz bu problemi həll edə bilməmişik, etiraf eləmək lazımdır. Biz deyəndə bu təkcə Arka və yaxud Bədii Şura və yaxud Mədəniyyət Nazirliyi deyil, bu ümumiyyətlə Azərbaycan kinosunda çalışan hər kəsin qarşısında duran vəzifədir, senaristlərdən başlayaraq. Çünki hər şey oradan başlayır. Bu olduqca çətin, həlli ağır bir məsələdir. Niyə? Çünki burada artıq rəqabət çox böyükdür. Qarşı tərəfdə Hollywoodun nəhəng studiyaları var, nəhəng demək olar ki, limitsiz imkanları ilə, böyük ənənəsi ilə, zəngin tarixi ilə. Bizim burada yeganə üstünlüyümüz nə ola bilər? Sırf Azərbaycan tamaşaçısına hesablanmış layihələri işləməklə. Hollywood universaldır. O
deyək ki, əsasən bəşəriyyətə, orta statistik dünya vətəndaşına, dünya insanına hesablanmış film çəkir. Biz də sırf Azərbaycan tamaşaçısını, onun dünyasını, onun qayğılarını, onun üzləşdiyi ailəsində, iş yerində, metroda üzləşdiyi problemlərə bədii həll təklif eləməklə Azərbaycan tamaşaçısını ekran qarşısına çəkə bilərik. Dərd ondadır ki, senaristlər, bizim yerli senaristlər bu tərəfə baxmaqdansa, əksinə ümumbəşəri prizmadan baxmağa çalışırlar. Rejissorlar da həmçinin. Səbəb bayaq dediyim festival məntiqidir. Festivalda sırf Azərbaycan tamaşaçısını qayğılandıran suallar cazibəli görünməyəcək. Ora ümumbəşəri cavablarla getməlisən. Bax, ona görə məsələnin digər, məsələ vurur bu yandan çıxır problem. Budur bizim məsələ. İlin sonuna qədər hansı layihələriniz gözlənilir? Az öncə dediniz ki, istehsalat prosesi davam edir, birgə istehsalat. Birgə istehsala hələ layihələrin təqdimatı gedir. Amma ilin sonuna qədər ümumi danışsaq, hazırda Arkanın siyasətinin məqsədi hər il ən azı 10 tam metrajlı bədii filmin istehsalı deməkdir. Bu 10 tam metrajlı filmin istehsalı odur ki, həm sıravi tamaşaçı, yəni kütləvi tamaşaçının baxacağı materiallar var, olmalıdır orada. Həm də festivallara, yəni beynəlxalq festivallara maraqlı olan layihələr var. Artıq Akinak təqdim olundu. Qarşıda hazır olan filmlərdən və yaxud yaxın zamanlarda hazır olacaq filmlərdən Quşlar Susanda var, Ölü Həsən var, Buzlar Əriyəndə var. İşquz Dövləti var. İşquz Dövləti o bədii sənədli filmdir. O da bəli, Azıq mağarası ilə bağlı, yəni sənədli film çox gözəl bir layihədir. Mən artıq ilk variantı ilə tanışam. Tam metrajlı bədii filmlərdən danışsaq, yəni var, bir neçəsinin adını çəkdim, digərlərinin də hazır ol. Mənə bənzəyən adam var. Bunlar hamısı ilin sonuna qədər? İlin sonuna qədər, bəli, 10 tam metrajlı film tamaşaçıya təqdim olunacaq. Vüsal Məmmədov kimi kino cəmiyyəsinə son olaraq nə kimi bir mesaj göndərə bilərsiniz? Mənim ən böyük arzum odur ki, necə ki, məsələn, maraqlı bir film ekranlara çıxanda, beynəlxalq film. Ta ki, qızım bunu bilir və mənə deyir ki, ata, gedək o filmə baxaq da, gedək o filmə baxaq da. Mənim ən böyük arzularımdan biri odur ki, bax, bir Azərbaycan filminə, Azərbaycan ailəsi bilet alsın, uşaq, ata, ana getsinlər, ləzzətlə otursunlar bir yerdə filmə baxsınlar, Azərbaycan filminə və oradan çıxanda hamı özünün zənginləşdiyi duyğusuyla çıxsın. Mənim sözüm, istəyim, arzum ancaq odur ki, biz buna nail olaq. Bütün səylərimizi birləşdirək, beyinlərimizi, əllərimizi, dillərimizi, nəyi birləşdirməlisə birləşdirək və buna nail olaq. İnşallah. Hörmətli dinləyicilər, bugünkü qonağımız Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin Bədii Şurasının üzvü Vüsal Məmmədov idi. Vüsal bəy, təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm dəvət üçün. Və işlərinizdə uğurlar diləyirəm. Sağ ol. Cinema Radio, Cinema Radio, Cinema Radio.